Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugün sizə çox maraqlı, amma eyni zamanda bir çox insanın tam olaraq tanımadığı bir bitki haqqında danışacağam. Bəlkə də siz bu bitkini kənddə, bağda və ya təbiətdə görmüsünüz, amma onun əslində nə qədər faydalı və eyni zamanda hansı hallarda təhlükəli ola biləcəyini bilmirsiniz. Söhbət əməköməci bitkisindən gedir. Bəzi insanlar bu bitkini möcüzəvi şəfa mənbəyi adlandırır, bəziləri isə ehtiyatla yanaşır. Çünki hər faydalı bitki kimi yanlış istifadə edildikdə əməköməci də zərər verə bilər. Bu videoda siz əməköməcinin hansı xəstəliklərə yaxşı təsir etdiyini, necə istifadə olunmalı olduğunu, kimlər üçün faydalı, kimlər üçün riskli olduğunu və ən əsası çoxlarının bilmədiyi gizli tərəflərini öyrənəcəksiniz. Əgər siz də təbii yollarla sağlam qalmaq istəyirsinizsə və bitkilərlə müalicəyə marağınız varsa, bu video sizin üçün çox dəyərli olacaq. Videoya başlamazdan əvvəl kanala abunə olub videonu bəyənməyi unutmayın. İndi isə gəlin əməköməci bitkisini daha yaxından tanıyaq. Əməköməci xalq arasında çoxdan istifadə olunan və təbii müalicə vasitəsi kimi tanınan bitkilərdən biridir. Bu bitki həm qida, həm də dərman kimi istifadə olunur və xüsusilə xalq təbabətində geniş yer tutur. Əməköməci əsasən vitamin və minerallarla zəngindir. Onun tərkibində A, C və K vitaminləri, həmçinin kalsium, maqnezium və dəmir kimi vacib elementlər mövcuddur. Bu maddələr insan orqanizmi üçün çox faydalıdır və müxtəlif xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Əməköməcinin ən önəmli faydalarından biri onun iltihab əleyhinə təsirə malik olmasıdır. Bu bitki xüsusilə boğaz ağrısı, öskürək və bronxit kimi problemlərdə istifadə olunur. Onun çayı və ya dəmləməsi boğazı yumşaldır və nəfəs yollarını rahatlaşdırır. Digər mühüm faydası isə həzm sisteminə müsbət təsir göstərməsidir. Əməköməci mədəni qoruyur, qastrit və mədə yanması kimi problemlərin azalmasına kömək edir. O həmçinin bağırsaqların fəaliyyətini tənzimləyir və qəbizliyin qarşısını almaqda faydalıdır. Əməköməci dərinin sağlamlığı üçün də istifadə olunur. Onun tərkibində olan maddələr dərini sakitləşdirir, yaraların sağalmasını sürətləndirir və müxtəlif dəri problemlərinə qarşı kömək edir. Xolesterin mübadiləsini sürətləndirməklə ateroskleroz əleyhinə təsir göstərir. Eyni zamanda ürək və beynin işemik xəstəliklərinin qarşısının alınmasında böyük rol oynayır. Bundan əlavə əməköməci immun sistemini gücləndirir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır və xüsusilə soyuq dəymə mövsümündə çox faydalı hesab olunur. Lakin hər bir faydalı bitki kimi əməköməcinin də bəzi zərərləri və əks göstərişləri var. Bu bitkini həddindən artıq istifadə etmək bəzi hallarda mədə problemlərinə səbəb ola bilər. Xüsusilə həssas mədəsi olan insanlar diqqətli olmalıdır. Hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslər əməköməci istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Çünki bəzi hallarda bu bitki dərmanlarla qarşılıqlı təsirə girə bilər. Həmçinin əməköməci allergik reaksiyalara səbəb ola bilər. İlk dəfə istifadə edənlər az miqdardan başlamalı və orqanizmin reaksiyasını izləməlidirlər. Nəticə olaraq əməköməci düzgün istifadə edildikdə çox faydalı və təbii bir müalicə vasitəsidir. Lakin onu istifadə edərkən ölçüyə diqqət etmək və lazım gəldikdə mütəxəssis məsləhəti almaq çox vacibdir. Əziz dinləyicilər, onu da qeyd edim ki, bu video məlumat xarakteri daşıyır. Əgər hansısa sağlamlıq problemi yaşayırsınızsa, öz həkiminizlə məsləhətləşin.